Salam əzizlər, hər kəsi xoş gördük. Bir dənə Bilgəhdə gözəl, möhtəşəm, bax, elegant. Bu bağa söz tapmırıq deməyə. Maşallah olsun, bağın hər bir yeri göz qabağındadır. Həyətin bir dənə genişliyinə bax. Maşın saxlamaq üçün xüsusi yeri. Bax, həyətində sanuzeli var. Bir otaq, bir mətbəx burada var. Qapı gördünüz, qapısı jalüz pultlandır. Bir otaq, bir mətbəx burada var. Ora ümumi belə desək ki, kombi sistem otaq kimi ora əlavə qoyulub. Bura açıq terrasıdır. Evin önü belə bir bağçaya açılır. Yaşıllıq kimi. Kürsülüdür. 4 daş kürsüdədir, 5 daş. Bura yayda söhbətgah kimi nəzərdə tutulub. Belə bir krantımız da var burada. Ətraflı çəkimiz kameramanı ətraflı çəkir özü yavaş-yavaş. Mən sizə izah edirəm. Həyətimizin sahəsi ümumi 14 sotdur. Çox gözəl, sakit. Qapısına kimi asfaltdır. Bütün kommunikasiya xəttləri hamısı qaydasında. Plus əl quyusu deyirlər. O da var. Daşma hovuzdur, filtrasiyalıdır. Sol tərəfisi bax burada həm daşmasına görə, həm də filtrasiyasına görə. Burada da ki, hovuzun sağ tərəfində 20 tonluq əlavə su hovuzu var. Yəni şirin su içməsi üçün. Həyətdəki gözəlliyə baxın ağaclara. Müxtəlif meyvə ağacları, gül, çiçəkləri. Orada da ev sahibi özü üçün belə desək ki, həyətdə it saxlamaq üçün xüsusi yer olaraq ayırıb. Hətta itin özündə ayrı zığırı var. Yəni meyvə ağaclarını da görürsünüz. Evimiz 200 kvadrata yaxındır, əzizlərimiz. Həyətində evin də çıxarışı var, yəni ipotekaya yararlılığı var. Bura çox elegantlı məhlə gedir, sakitçiliyi, təmiz havası. Yayda burada həyətdə oturursan, tərləməyinə deyil. Nə bilim, elə bir söhbət yer yoxdur. Yəni həyətin də burası da ki, açıq terrası deyək. Keçək evimizlə tanış olaq. Bura bizim koridor sistemimiz 3 yataq odadan ibarətdir. Bir dənə zəhmət olmasa keçək görək. İşıqları da yandıraq. Bura bizim bir yataq otağımız. Şəxsi bağdır. Yəni evə bağa baxanda bilinir ki, bu bağda hər şey şəxsi öz istəyə, zövqə uyğun inşa edilib, hər şey tikilib. Ora ikinci növbəti yataq otağımızdır. Bu da bizim üçüncü yataq otağımızı uşaq üçün nəzərdə tutulub. Çox gözəl dekorla işlənib hər cəhətdən. Bura bizim sanuzelimizdir. Yəni zəhmət olmasa. Həm duşakabin var, həm sanuzeldir. Buradakı əziz izləyicilərimiz, studiya zaldır. Maşallah olsun. Görürsünüz bir dənə mətbəxin gözəlliyinə, zala baxın. Buradan da açıb göstərmirik. Buradan da həyətə havuza çıxışı olur. Bir sözlə, bir dənə lazımdır ki, bu bağa gəlib girib yaşayasınız. Həqiqətən möhtəşəm söz yox. Ərazisinə, yerinə, izinə görə. Bilgəhdə, yəni komfortlu yer, ərazi, qonşular, hər bir şey. Yəni prestijli məhəllələrdən biridir. Ad çəkmir. Düz yoldan birinci həyətdir. Qapısına kimi asfaltdır. Yəni hər bir cəhətdən. Bu yerlə maraqlanmaq istəyənlər əlaqə nömrələrimiz səhifədə var. Sağ olun, bizi izləmədə qalın.